Qızıl alma, qırmızı alma. Bilirsiniz, qızıl və qırmızı qədim türk dillərində eyni mənəni ifadə edir. Bizim qədim türk mifologiyasında qırmızı alma dedikdə, qızıl alma dedikdə bitməz, tükənməz hədəflər ifadə olunur. Hər bir türk qızıl almaya doğru qarşısına hədəf qoyur. Bu ən böyük arzuların həyata keçməsi üçün qarşısına qoyduğu hədəfdir. Amma bu hədəf tapılmır, hədəfə çatmaq çox çətindir. Çünki insan arzuları, ideyaları arzudan arzuya qaçır və heç vaxt tükənmir, heç vaxt bitmir arzular. Arzularınız bitməsin. Amma bizim Naxçıvanda qızıl almanın başqa bir anlamı var. Qızıl alma, yəni qırmızı almanı bizim böyüklərimizdən bizə qalan əmanət budur ki, biz bu qırmızı alma ilə gedirdik, böyüklərimizi təbrik eləməliyik, əlimizdə belə alma ilə görüşməliyik. Niyə? Bunun səbəbi nədir? Bu böyük sevginin, böyük məhəbbətin, böyük arzunun, hətta xətirvə dəymişəmsə, üzr istəməyin anlamını vermiş olur, sənə böyük sayğı göstərmiş olduq anlamını bildirmiş olur. Bilirsiniz, dinlərdə qızıl alma, qırmızı alma və yaxud ümumiyyətlə alma cənnətin rəmzidir ki, bunu çox yaxşı ifadə edib bəzi dini kitablarımızda bilirsiniz. Amma həmçinin də bizim qardaş Koreya xalqının qırmızı alma ilə bağlı bir başqa mənası var. Onlar deməli alma sözü homonimdir, yəni Koreyadakı alma sağva sözü mənasını ifadə edir. Həm yemək mənasında ki, bizim başa düşdüyümüz alma anlayışını vermiş olur, həm də bir-birinə alma dedikdə o onların bir-birinin belə deyə üzr istəmək, bağışla məni, sənə alma göndərirəm və yaxud da bir adam alma verirsə üzrxahlığını ifadə eləmək istəyir. Hətta bizim atalar sözlərimiz var, bilirsiniz. Bir nəfər küsəndə nə deyirik? Deyir, dalınca qırmızı alma göndərək. İndi mən sizi bu Novruzun ilk günündə dədə-babadan qalan bir ifadəmiz var. Bütün küsüllər barışmalıdır, bütün incikliklər aradan getməlidir. Mən bütün sosial daşlarımı, şəbəkə daşlarımı, əziz dostlarımı, hər bir, onsuz da o yaddaşı tez unudan adamam bu tür mövzularda. Ümumiyyətlə, hər birini unuduram. Yeni ilə, yeni günə, yeni arzular, yeni ideyalar, yeni hədəflərə doğru gedirik. Sizin hər birinizə qırmızı alma göndərirəm. Koreyalılar demişəm, mən sizə bir qırmızı alma borçlu oldum. O deməkdir ki, mən sizə qırmızı alma sevgimi göndərəcəm və verirəm. Bayramınız mübarək. Novruz bizim min illərdən gələn tarixi, qədim bayramımızdır. Və bu bayram ənənəsi zaman-zaman dəyişsə də, amma bizim üçün önəmlidir. Bayramınız mübarək, qızı alma sizindir.